Pasiyentimizin 68 yaşı var. Bizə qulaq ətrafı nahiyənin şişkinliyi ilə müraciət etmişdi. Kompüter tomogramma, MRT, UZI, bütün müayinələrdən keçmişdi və diaqnoz təsdiq olundu ki, sağ qulaq ətrafı tüpürcək vəzinin böyük polimorf azimomasıdır. Yəni, biraz da iltihablaşıb artıq. Bu əməliyyatın ən çətinliyi ondan ibarətdir ki, üst sinirinin düz qanqulonuna və şaxələrin arasında yerləşmişdir və o sinirin biri zədələnərsə, üzdə parez ağzın əyilməsinə gətirib çıxara bilər. Ona görə də üst sinirinin şaxələrinin tam soymaqla, ehtiyatla həmin şiş çıxarılmalıdır. İndi başlayacaq, infiltrasiya eləyək və əməliyyatımıza başlayarıq. Əməliyyatımızı demək olar ki, sonlandırmışıq. Üst sinirinin şaxələrini ayıraraq törəməni xaric elədik. Törəmənin şaxələrini göstərirəm. Üst sinirinin şaxələridir. Qayıdan şaxə, yanaq, almacıq. Güman ki, bu da yuxarıya gedən şaxədir. Hələ bu tərəfdəki şaxıyı açmadıq. Qohumların üçün verirəm, göndərirəm videonu. Gözü aç bir dənə. Ay, sağ ol. İşlərini bir də göstər. Yaxşı. Birazdan aylarsan, görüşərsən hamısı ilə, qızlarından. Yaxşı.